Sabahınız xeyir olsun. 2 avqust 2026-cı il tarixidir. Yay fəslinin 43-cü günüdür. Səfər ayının 9-cu günüdür. Avqust ayının ilk həftəsinin ilk 7-ci bazar günüdür. Hər birimizə can sağlıqlı, gözəl istirahət günü keçirməyi arzu edirəm. 12 avqust günündə kimlər işləri arxasında gedib, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar. Evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Hər birinə can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc, ulaqlı, şad xəbərlərlə zəngin dolu olan 1-7-ci günü, bazar günü keçirmələrini arzulayıram. 2 avqust günündə kimlər ki, təhsil ilə məşğuldurlar, məktəblilər, orta ixtisas, ali məktəb tələbələri və digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, sülhəmnamanlıq, firavanlıq, bol bərəkətlilik, ruzilik, şad xəbərlər zəngin, eləcədən dinc qulaqlı 1-7-ci günü, bazar günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu, sertifikasiya imtahanı üzrə demək ki, uğurlu nəticələr göstərib müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehin açıqlığı, yol açıqlığı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, dinc qulaqlı, şad xəbərlərlə zəngin olan 1-7-ci günü, bazar günü keçirmələrini arzulayıram və qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Eləcə də müəllimlərin işə qəbulu və sertifikasiya imtahanından uğurlu nəticələr göstərib müsahibə mərhələsinə hazırlaşanlara da can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş avadlığı arzulayıram. Müsahibə mərhələsindən də uğurlar əldə etmələrini diləyirəm. Bununla yanaşı isə müəllimlərin işə qəbulu və sertifikasiya imtahanından uğursuz nəticə göstərənlərə can sağlığı arzulayıram. Ruhdan düşməmək, böyük ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq imtahanlara qoşulub uğurlu nəticələr əldə etmələrini arzulayıram. 2 avqust günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. Bununla yanaşı isə 2 avqust günündə kimlər xatırlanır, yad edilir, anılır. Onların ruhu şad olsun, onları xoş, gözəl anmağı, yad etməyə, xatırlamağı hər birimizə arzularım. 2 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Qalanlara can sağlığı, səbir diləyirəm. Bununla yanaşı isə 2 avqust günündə xatırlananlar üçün ruhları şad olsun deyirəm. Və 2 avqust günündə onları xoş demək, anılarla anmağı, xatırlamağı, yad etməyi hər birimizə arzulayıram. 2 avqust günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün deməli, şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülhəmnamanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan dinc qulaqlı 1-7-ci günü, bazar günü keçirmələrini hər birinə arzulayıram. 2 avqust günündə kimlərin ad günü, şad günü, xoş günüdür və peşə günləridir. Bu münasibətlə hər birini təbrik edirəm. Can sağlığı işlərində uğurlar, müvəffəqiyyətlər arzularım. 2 avqust günündə də tarixi günlər vardı. Ötən ildə qeyd etdiyim kimi və həmin tarixi hadisələri qeyd edirəm. 2 avqust günündə 1492-ci ildə Yəhudilər İspaniyadan qovulduqları gündür. 2 avqust 1790-cı ildə Amerika Birləşmiş Ştatlarında əhalinin ilk siyahıya alınması həyata keçirildiyi gündür. 2 avqust 1898-ci il, 128 il bundan əvvəl Azərbaycanda çəkilmiş kino sujetlərin ilk kino seansları həyata keçirildiyi gündür və 2 avqust Azərbaycan kinosu günüdür. Bu münasibətlə bütün kino sahəsində çalışanları təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, işlərində uğurlar, müvəffəqiyyətlər, yeni gözəl filmlər çəkməyi və Azərbaycana, elə də
də bütün dünyaya təqdim etmələrini arzularım. 2 avqust 1906-cı ildə Portuqaliyada Porto futbol klubu yarandığı gündür. Bununla yanaşı 2 avqust 1934-cü ildə Adolf Hitler Almanya Führeri olduğu gündür. Bununla yanaşı 2 avqust 1967-ci ildə isə Trabzonspor İdman Klubu yarandığı gündür. 2 avqust 1990-cı ildə İraq Küveyt ərazilərinə soxulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.